Mən Abdullayev İbrahim, 3-cü qrup Qarabağ 50-yəm. Sentyabrın 27-si döyüşlər başlayan vaxtı yaxınlaşdım voyinkomada. Mən elə bil ki, aprel döyüşlərinin iştirakçısı olmuşam, ehtiyatda da olmuşam. Yaxınlaşdım voyinkomada, mənə dedilər gözləyin, vaxt gələndə deyəcəyik sizə. Oktyabrın 6-sı idi, səhər saatlarında gördüm qardaşımdan bir xəbər yoxdur, anam narahatdır. Dedim, nə olub? Dedi, qardaşın evdə yoxdur. Bəs yəqin ki, orada görüblər deyir. Çağırışçıların içərisində qardaşın gedib ora. Biz getdik, oraya yaxınlaşdıq dayımla. Gördük ki, bu hazırlaşıb avtobusa əyləşirlər. Biz pəncərədən heç olmasa danışdıq ki, bəs bizə niyə xəbər eləmədin də? Bəs qaçıb çıxıb gedirsən, heç olmasa bir xəbər elə, ana da nigaran qalmasın. Deyir, hələ ona görə dedim ki, nigaran qalar da. Düşdük yola, getdik birinci Füzuli istiqamətinə. Yəni, ilk döyüşlərimiz oradan başladı, Füzuli istiqamətindən. Kəndlər, qəsəbələr alındıqca sevindirimizin həddi hüdudu yox idi ki, qələbəyə doğru irəliləyirik. Və özümlə də fəxr edirdim ki, bizim ailədən də bir nümayəndə, yəni qardaşım orada döyüşçüdür. 8 nəfər gedirik qabaqda, elə bir kəşfiyyat qrupudur. Bütün briqadalar arxamızdan gəlir. Xəbərimiz yoxdur ki, bir dağın bu tərəfində oturtublar pulamyot, bir tərəfində oturtublar snayper. Dağın aşağısı da bütün qüvvəni də yığıblar ora. Gördüm ki, 2 nəfər oturub dizi üstündə belə atəş açır. Keçdim arxa tərəflərindən ki, məni görməsinlər. İkisi orada getdi. Biraz elə bir qabağa gəlmişdim. Gördüm ki, nəsə xırıltı səsi gəlir. Sol tərəfimə baxdım, gördüm ki, bu vurduğum ölməyib. Belə çox yaşlıydı da. Silahı qaldırdı belə, başıma tutlamışdı, başımdan vursun. Belə hal olmadı da, buraxdı belə səpdi silahı. Güllənin biri dəydi ayağıma, düz dizmə dəydi. Mən sürünə getdim, biraz qabağı. Nəsə özümdən getdim. Bir də ayıldım ki, 2 nəfər tutub mənim buramla. Mən fikirləşdim ki, fisiyoda, yəni mən əsir götürüblər məni. Yəni aparırlar məni. Mən prosta bir dənə fikrim oydu ki, atəş açsın da özümə. Ki, yəni bunların əlinə düşməyim. Gördüm, yox, bizim uşaqlardır. Ki, komandir narahat olma, çıxardacaq səni. Təpənin üstündə snayperlə, Dragunov snayperlə dayanıblar. Yaxında da, haradasa bir, deyim ki, bir 30-40 metr məsafəmiz var. Mən gördüm, yox, bu, yəni, konkret bizi vurmaq istəyir. Mən uşağı itələdim, fırlanıb bunu itələmək istəyəndə, ürəyimdən nişan almışdı da, belə fırlananda qolumdan dəydi. İkinci güllə qolumdan dəydi. Buradan dəymişdi, gəlib qalmışdı burada. Əlaqə saxlanıldı. Abdullayev zabitdir, dedim, bəli. Dedi, qardaşımız yaralı vəziyyətdədir, gətirilib hərbi hospitaldadır, yaxınlaşmağımız xahiş olunur. Sənədimlə yaxınlaşdım, içəri buraxmırdılar. Məlumat verildi ki, bəs narahat olmayın, bəs nigaranım da. Heç olmasa mənə deyin ki, ayağı, əli üstündədir, necə yaralanıb, vəziyyəti necədir. Heç olmasa bu barədə məlumat verin ki, mən də evdə məlumat verim, evdəkilər də nigarandır. Papayanda da eşitdim ki, torpaqlarımız tam alınıblar hamısı. Sevinməyimin həddi hududu yox idi. Mən bilirdim ki, biz qalibi gələcəyik. Niyə elə deyim? Yəni, heç kim istəməz ki, həlak olsun. Amma biz istəyərik ki, torpağımıza görə, millətimizə görə, necə deyim, dövlətimizə görə, yəni, hər bir Azərbaycanlı istəyər ki, yəni, gedib, necə deyim, canla başla vuruşsun. Yəni, heç nə ummadan, heç nə istəmədən.